Belə. Nuray, sən deyəsən buraya yaxın gedirdi. Nə? Metro tərəfində. Yox, orada deyil. Hə, gəl. Ya, davay. Bizans imperiyası tarixdən ikinci adı Şərqi Roma imperiyasıdır. Bilirsiniz ki, Şərqi Roma imperiyası Romanın parçalanması nəticəsindən saydı 395-ci ildə. Parçalanma nəticəsində yaranması, yəni vahid imperiyanın parçalanması nəticəsində yaranması biz Bizansı Qərbi Roma ilə götürürük, Fransa, İtaliya, Almaniya ilə götürürük, Azərbaycanda feodal dövlətlər götürürük, Albaniya, Atropatena ilə götürürük, Qaraxanilər, Qərbi Qaraxani, Şərqi Qaraxani, Göytüşdə də yenə eyni qayda Qərbi Şərqi, Asiya Hunda da Qərbi Asiya, Şərqi Asiya Hun dövləti. Yəni iki yerə parçalanan dövlətlər necə götürürsünüzsə, iki yerə parçalanması nəticəsində yaranan dövlətləri götürürsünüz. Bir də vahid imperiyanın parçalanması nəticəsində yaranan dövlətlər götürürsünüz. Bunlar ayrı-ayrı şeylərdir. Məsələn, vahid imperiyanın parçalanması nəticəsində xilafət bir çox dövlətlərə parçalanıb, ona görə götürürsünüz. Məsələn, sual düşür. Şirvanşahlarla Bizansın oxşar cəhəti nədir? Vahid imperiyanın parçalanması yaranması. Başa düşdünüz? Məsələn, iki yerə parçalanan dövlətlər hansılardır? Romadır, Qaraxanilərdir, Gəzid kilsəsi Səlcuqlardır, Asiya Hun dövləti Göytüşlərdir. Yəni bu forma verirsiniz. Eradan 395-ci ildə 4-cü əsr yaranması Bizans Hans dövlətinə oxşar cəhət verirsiniz. Qərbi Roma imperiyasına oxşar cəhət, Axundan oxşar cəhət və Qərbi Avropa Hundan oxşar cəhət verəcək. 395. Bizans imperiyası Şərqi Roma kimi Qərbi Romadan fərqli olaraq daha uzun ömürlü olmuşdur. 1453-ə kimi davam eləmişdi. Sonra xalqların böyük köçü dövründə öz ərazi bütövlüyünü qismən də olsa qoruyub saxlaya bilmişdi. Bəzi ərazilər istisna olmaqla. Quldarlıq burada hələ də mövcud idi, yəni dağılmamışdı tam şəkildə, yavaş-yavaş zəifləmişdi sadəcə olaraq. Sonra imperator hakimiyyəti güclü idi, geniş işğalçı müharibələr aparılmışdı, Sasanilərlə müharibə aparılmışdı, Səlcuqlarla müharibə aparılmışdı, Osmanlı ilə müharibə aparılmışdı. Bu tipli fərqlər verir. 3 qitədə yerləşirdi, ticarət yolları üzərində yerləşirdi. Bunların hamısını deyirsiniz. Bir də şəhərlər ölkəsi idi ki, mindən çox şəhəri var idi. Ən məşhur şəhərləri var. Dedik ki, 395-ci ildə yarandı. 5-ci əsrdə bilirsiniz ki, Attilanın hücumuna məruz qalmışdı. Attila ilə mübarizə aparıb, kitabınızda yoxdur, bunu qeyd edirsiniz, yəni verəcəklər sizə. Attilanın hücumuna məruz qalmışdı və Attila ilə mübarizə aparmışdı, onunla müqavilə imzalanmışdı Attila ilə. Sonra bununla bərabərində nə deyəcəyik burada? Həmçinin 6-cı əsrdə və 7-ci əsrlərdə, daha çox 7-ci əsrdə Slavyanların köçü baş vermişdi. Slavyanların köçün baş verməsindən 7-ci əsrdə, yəni Bizans ərazisində məskunlaşmasına quldarlıq quruluşu artıq özünü feodalizmlə əvəzləmişdi. Quldarlıq quruluşu getdikcə daha da sürətli şəkildə dağılmağa başlamışdı. Feodalizm inkişaf eləməyə başlayacaqdı. Bizansın belə deyək də 6-cı əsrdə mübarizə apardığı dövlət isə Göytüşlər. Bilirsiniz ki, Göytüşlər olacaqdı. İstəmi xaqanla mübarizə aparacaqdı 6-cı əsrdə, 7-ci əsr Slavyanla məskunlaşmışdı. Bizansın ən qüdrətli dövrü Justinian dövrüdür. Justinian dövründə Bizans daha da güclənmişdi. Demək olar ki, ölkə ərazilər genişlənmişdi. Bu tipli oxşarlığa görə Böyük Karol'la verə bilərsiniz, Attila ilə verə bilərsiniz, Muğan Xaqanla verə bilərsiniz. Yəni bir çox belə deyək də şəxsiyyətlərlə verə bilərsiniz. Problem yoxdur burada. Həmçinin Justinian dövründə daxildə görülən tədbirlər nə idi? Ordu islahatı keçirilir. Ordu islahatı keçirilməsi Justinian kimlə oxşar cəhət verirsiniz? Mihrəqulu xan, Teoman Tanhu, Mete xan, artıq Azərbaycan tarixini keçəcək Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Kiyaksar, bunlarla oxşar cəhət kimi verirsiniz. Sonra vahid qanunlar toplusu qəbul edilmişdir. Vahid qanunlar toplusu qəbul edilməsi kimlə oxşar cəhət? Sinşxandır, Aşoka, bununla bərabərində Xlodviki verirsiniz. Vahid qanunlar toplusu Mərzban ibn Məhəmmədi verirsiniz. Vahid qanunlar toplusu qəbul eləyəcəkdir. Justinian xarici siyasətdə əsas məqsədi nədir? Xarici siyasətdə əsas məqsədi Romanı bərpa eləmək, yəni qədim Romanı bərpa eləmək və hətta Roma dövründən qalan, məsəl üçün deyək ki, misalən mənim ulu da babam qul olub, deyək ki, Roma dövründə məni təzədən aparır, əsir götürür, aparır, axtarır, tapır, aparır, mənim babalarım, atalarım kimə qulluq eləyiblərsə, ona təzədən tabeyinə verir ki, davay, sənin sahibi yerim buradır, get burada. O dərəcədə Roma pərəst bir hökmdarı idi və xarici siyasətdə uğurlu müharibələr aparacaqdı. Şimali Afrika, İspaniya, İtaliyada
geniş ərazilər ələ keçirəcəkdi. İndi gəldik. Şimali Afrikada uğurlu müharibələr aparması biz Ərəb xilafəti ilə Roma ilə oxşar cəhət edir. İspaniyada uğurlu müharibələr aparması yenə Ərəb xilafəti və Roma ilə oxşar cəhət edir. Amma İtaliyada uğurlu müharibələr aparması biz burada ancaq Romanı veririk. Bir də böyük Frank imperiyasını verəcəkdik. Eyni ilə İspaniyada da İtaliya və İspaniya ikisini bir yerdə versə, böyük Karl'la, yəni Franklarla Roma ilə Bizansı oxşar cəhət verir. İspaniya və İtaliyada uğurlu müharibələr aparması. Justinian dövründə Şərqdə Sasanilərlə müharibə aparırdılar. Sasani dövlətindən. Lakin 532-ci ildə bildiyiniz kimi nədir? Sülh müqaviləsi imzalayacaqdılar. Bunu Albaniya tarixinə keçmişik, bilirsiniz. 5-3 bərabərdir 2 kimi də cavabı, yəni belə deyək də, ili yadda saxlaya bilərsiniz. Sasanilərlə dedi ki, müqavilə imzalamaq 532-ni 591, 629 ilə oxşar cəhət edirsiniz Sasanilərlə. Sasanilərlə müqavilə imzalanması Justinianı Axsuvar xanla müqavilə İstəmi xanla oxşar cəhət edirsiniz. Bu tipli də eləyə bilərsiniz. Sasanilərlə müharibə aparmaq Bizansı Roma ilə, Ərəb xilafətinə, Albaniya ilə, Gör türkünə, Axunla oxşar cəhət kimi də verə bilərsiniz. Yəni bu tipli oxşarlığı verə bilərsiniz. Sonra, lakin Justinian ölümündən müqavilən versə, Firuzla da bağlayıb, Qubadla da bağlayıb, yəni ikisini də bağlayıb. Sonra dedik ki, bundan sonra nə deyəcəyik? Lakin Justinian ölümündən sonra dövlət zəifləyəcək. Dövlətin zəifləmə səbəbləri nələr idi? Belə deyək də, ağır vergi siyasəti idi, xəzinə boşalması və aramsız müharibələrdir və dövlət daxilində pərakəndəlik daha da genişlənəcəkdir. 7-ci əsrdə dediyimiz kimi Slavyanlar köç eləmişdi. 7-ci əsrdə bilirsiniz, ərəblərlə müharibə olacaqdı. Ərəblərlə müharibədə məğlub olub Misir, Suriya, Fələstin itirəcəkdilər bunlar. Və ərəblərlə müharibə aparmaq, Sasani, Albaniya, Xəzərlər, Çin, Frankla oxşar cəhət verirsiniz. Ərəblərlə müharibəni, hətta Saciləri verirsiniz, Səlcuqları verirsiniz, sonra şeyi verirsiniz, Monqolları verirsiniz. Yəni bunların hamısını verə bilərsiniz oxşar cəhət kimi. Lakin xilafət zəifləyəndən sonra hardasa bir yerdə bəzi əraziləri geri qaytaracaqdı. Suriyanı falan geri qaytaracaqdı. Suriyanı geri qaytarmaq, yəni Suriyada işğalçı siyasət aparmaq. Misir, Het, Roma, Makedoniya, Əhəməni, Ərəb, bunlarla oxşar cəhət kimi də verirsiniz. Lakin 11-ci əsrin 70-ci illərində Malazgirt döyüşü baş verir. 1071-də Səlcuqlarla. Səlcuqlarla müharibə aparmaq, Bizansı, Rəvvadi, Şəddadi, Şirvanşah, üçünü oxşar cəhət verirsiniz. Qaraxani, Qəznəvi, yəni bundan oxşar cəhət verirsiniz. Səlcuqlarla müharibə nəticəsində məğlub olacaqdılar. Roma Diogo məğlub oldu və Kiçik Asiyanı, Anadolunun şərqini itirəcəkdi. Dövlət getdikcə bununla da yavaş-yavaş zəifləyəcəkdi. 1202-1204-cü ildə Bizans səlib yürüyüşünə məruz qalacaqdı. Səliblərin yürüyüşünə məruz qalıb bir müddətli süqut edir 1204-1261 aralığında. Lakin 1261-də yenidən hakimiyyətin bərpa edir. Amma bu artıq əvvəlki Bizans deyildi, artıq getmişdi. 14-cü əsrdən etibarən isə Osmanlılarla müharibə aparır və 1453-cü ildə Konstantinopolun fəthi ilə Bizans dövləti varlığına son qoyulur və Osmanlı dövləti Konstantinopol fəth edir və burada belə deyək də öz ərazisinə qatacaqdır. Bu da sizin Bizans tərsiniz.